Hamınıza salam dostlar. Bu videoda Samsung Galaxy A14 telefonu incələyirik və həmən başlayaq. Dostlar, əgər bu telefonu almaq və əldə etmək istəyirsinizsə və almaq fikriniz varsa, bu video tam sizə görədir. Odur ki, axıra qədər izləyin. Video sizə çox faydalı olasıdır və başlayaq. Bir də dostlar, bu tip videoların bir çox insanın qabağına çıxmasını istəyirsinizsə, lütfən kanala abunə olmağı və videonu bəyənməyi unutmayın və başlayırıq. İlk öncə dizaynla başlayaq dostlar. Telefonun dizaynı xət-xət olaraq, yəni tırtıqlı bir arxa səthə sahibdir və görmüş olduğunuz kimi normal bir şəkildə kameraların bir xətt üzrə düzülüşünü və yanındakı LED flashın öz simmetrik quruluşunu da mən sizə buradan çatdırmaq istəyirəm. Telefonun dizaynı arxa hissədən yaxşıdır. Plastik çərçivədir zaten burada dostlar telefonun. Yəni onsuz da biz türkcə danışdıq heç nə. Dostlar, telefonun ön tərəfinin dizaynı isə xoşuma gəlmədi. Telefon zaten onsuz da köhnə bir telefondur. Qalın çərçivələrin və köhnə tip ön kameranın görməsi burada mümkün olur və böyür tərəfdən, yəni yan tərəfdən barmaq izi sensorunun yerləşdirildiyini görürük. Lakin buradakı AMOLED ekran deyil, bunu unudun. Bu bir PLS ekrandır və bu telefon 2023-cü ildə istehsal olunmuşdur. Samsung daha o dönəmlər telefonlarına zibil kimi çıxarırdı. İndiki dövrdə də elədir, ancaq o vaxt lap pis idi. Dostlar, bu telefon 200 qramdır, yəni 201 qram olaraq bilinir. 4G-ni dəstəkləyən bir telefondur və bu telefon yəni necə deyək, su sıçramalarına qarşı və hər hansısa bir suya qarşı bir dayanıqlıq sertifikatı yoxdur. Telefonun ekranı onsuz da elə 60 Hz olaraq bilinir və Full HD Plus bir ekrandır. 400 ppi-lik bir ekrandır, sıx bir ekrandır. Android 13 ilə gəlir və 15-ə qədər gəlir, yüksəlir. Telefonun prosesoru Mediatek Helio G80'dır, 12 nanometrdir. Yəni bu telefonun prosesoru elə də güclü deyil. Hal-hazırki standartlara çox da cavab verməyəsiniz. Çünki 12 nanometr olduğuna görə sinəsidir. Çox enerji istifadə edəsidir. Bu da yəni öz növbəsində telefonda performansının aşağı düşməsinə gətirib çıxarır. Yəni orta səviyyəli işlərə yarayır hələ də. Ki bu telefon yəni çox yüksək oyun oynamaq üçün də dizayn olunmayıb. Hələ o dönəmdən. Dostlar, telefon 128 GB yaddaş və maksimum 8 GB RAM-la gəlir və telefonun əsas kamerası 50 megapikseldir. Kameraları pis deyil dostlar, 1.8 diafragmadır. 5 megapiksellik ultra geniş bucaqlı kamerası və bir də makro kamerası mövcuddur. Bu kameralar ultra geniş bucaqlı xaric və makro xaric gecə şəkil çəkə bilmir. 50 megapiksel kamerası isə yaxşıdır, güclüdür. Yəni bu bir şəkildə çəkə bilərsiniz bundan. Yəni pis bir şəkildə, yəni qaranlıqda da biraz yaxşı şəkil çəkə bilir. Ön kamerası 13 megapiksel f2.0, nisbətən qaranlıqda yaxşı şəkil çəkə bilir. 1080p 30 fps video çəkir. NFC-si mövcuddur dostlar telefonun. Bir çox telefonda Samsung-un NFC-ni görə bilirik. Qulaqlıq kiriki də mövcuddur və tək dinamik var burada. Telefon yəni NFC olması biraz yaxşıdır. Yan tərəfdə demişdim, yəni barmaq izi sensoru mövcuddur və bu telefonun bateriyası 5000 mAh-dır və 15 Watt-lıq zaryadka ilə gəlir. 15 Watt zaryadkası olması 5000 mAh-lıq batareyanı çox uzun müddət doldurasıdır. Əgər çox telefondan istifadə edəsinizsə, bu telefon sizə uyğun deyil, çünki 5000 mAh-lıq batareyanı indiki telefonlar 33 Watt-lıq zaryadka ilə dəstəkləyərək doldurur və telefonun haqqında yekun rəy. Telefon haqqında yekun rəy odur ki, əgər necə deyək, ananızın atanızın telefonu yoxdursa və telefon almağa da çox təzə telefon almağa da pulunuz yoxdursa, məhz bunu ala bilərsiniz. Yəni Galaxy A14 buna yarayır. Heç nə dostlar, videodan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Yenə demişkən bu videonun bir çox başqa istifadəçiyə də çatmasını istəyirsinizsə, videoya like ataraq kanala abunə olmağı unutmayın. Çox sağ olun.